Herkese salam, bugünkü araştırmamıza hoş gelmişsiniz. Bilirsiniz, sahil boyu gezende veya dayaz sulara baxanda tez-tez göz ardı ettiğimiz, əslində isə tam bir biyoloji möcüzə olan bir canlı var. Söhbət kefal balığından gedir. Bugün biz bu canlıya sadece sıradan bir balıq kimi baxmayacağıq. Bir dəniz biyologunun gözü ilə onun o qəribə anatomiyasını, çox maraqlı ürəmə dövrünü və ekosistemdəki əvəzolunmaz rolunu mikroskop altına alacağıq. Gəlin dərhal başlayaq. Baxın, bəzən ən çox rast gəldiyimiz, sularımızda ən bol olan canlılara heç əhəmiyyət vermirik, elə deyilmi? Amma bugün mikroskopdan makroskopa doğru edəcəyimiz bu kiçik səyahətdə görəcəksiniz ki, bu qədər adi görünən bir balığın arxasında əslində təbiətin ən dözümlü, ən fərqli və bəlkə də ən mürəkkəb dizaynlarından biri dayanır. Gəlin bu dəniz mühəndisini yenidən kəşf edək. Birinci hissə. Dəniz biologunun perspektivindən. Kefallar elmdə muğilayedə adlanan bir fəsləyə aiddir. Onlara bioloqlar kosmopolit orqanizm deyirlər. Bəs bu nə deməkdir? Çox sadə, onlar qlobal bir uğur hekayəsidir. Yəni, çox soyuq suları çıxmaqla dünyanın az qala hər yerində, istər Qaradəniz, istər Aralıq, istərsə də Xəzər dənizində onlara rast gəlmək olar. Amma onların əsl super gücü bilirsiniz nədir? Dözümlülük, oksigenin az olduğu mühitlər, duzluluq dərəcəsi daima dəyişən sular və ya birdən-birə şirin su axınları. Heç fərq etməz. Bu ailə sözün əsl mənasında hər cür çətinliyə tab gətirib həyatda qalmağı mükəmməl bacarır. İkinci hissə. Morfologiya, yəni has kefal və sivriburun kefalın quruluşu. Tamam, gəlin bu iki növü yan-yana qoyub müqayisə edək. Sol tərəfdə has kefaldır. Diqqət etsəniz, onun yassı bir başı, qısa burnu var və bədəni bir-birinin içinə keçmiş, sanki zireh kimi iri pullarla örtülüdür. Yanlarındakı o boz, üfüqi cizgilər də dərhal gözə çarpır. Sağdakı sivriburun kefalda isə vəziyyət biraz fərqlidir. Onun burun hissəsi daha kütdür və ən qəribəsi göz qapaqları yoxdur. Bəli, yoxdur. Bir də diqqətlə baxsanız, görərsiniz ki, sivri burunda döş üzgəcləri bədəndə olduqca yuxarıda yerləşir. Eyni fəsilədən olsalar da, bu morfoloji detallar onların necə fərqli təkamül yollarından keçdiyini açıqca göstərir. Təbii ki, fərqlər yalnız xarici görünüşlə bitmir. Burada kənardan görünməyən, amma çox həlledici xüsusiyyətlər var. Məsələn, has kefal bəzən o qədər böyüyür ki, uzunluğu tam 100 santimetrə çatır. Üstəlik, həm şirin, həm də duzlu sularda asanlıqla gəzə bilir. Amma sivriburun kefal, o nisbətən kiçikdir, ən çox 40 santimetrə qədər böyüyür və hardasa 11 il yaşayır. Ən diqqət çəkən məqam isə odur ki, sivriburun heç vaxt, amma heç vaxt şirin suya girmir. O sadəcə açıq dəniz mühitində yaşayan bir sürü balığıdır. Yəni təsəvvür edin, eyni genetik ailədən gəlirlər, amma yaşayış tərzi seçimləri tamamilə fərqlidir. Üçüncü hissə. Ekosistem mühəndisi və qidalanma vərdişləri. İndi yəqin maraqlıdır ki, bəs kefalın menyusunda nələr var? Bilirsiniz, onlar qidalanarkən həm başlarını yuxarı qaldırıb suyun səthindəki yeməkləri sorurlar, həm də dənizin dibinə enib, oradakı palçıqlı bölgələrdə sözün əsli mənasında bir toz soran kimi işləyirlər. Yosunlar, zooplanktonlar, xırda molluskalar, qurtlar və ən əsası detrit dediyimiz orqanik tullantılar. Bəli, bu balıqlar sualtı dünyanı təmizləyərək orqanik maddələri həzm edib, enerjini bütün ekosistemə mükəmməl şəkildə ötürən əsl ekosistem mühəndisləridir. Açığı, onlar olmasa dənizin dibində bioloji balans alt-üst olar. Dördüncü hissə. Növün davamı və ya ürəmə strategiyaları. Bura çox maraqlıdır. Ümumiyyətlə, bu balıqlarda dişilər erkəklərdən nəzərə çarpacaq dərəcədə daha iri olurlar. Buna elmdə cinsi dimorfizm deyilir. Bəs cütləşmə vaxtı nələr baş verir? Açığı bu həm çox füsunkar, həm də olduqca sərt bir prosesdir. Cütləşmə vaxtı dəniz dibində rəqabət aparan erkəklər o iri dişini aqressiv bir şəkildə dəniz dibinə doğru sıxışdırırlar. Niyə? Çünki bu mexaniki təzyiq nəticəsində dişi özündəki yumurtaları suya buraxmağa məcbur olur. İnanın, bu nəsli davam etdirmək instinktinin ən vəhşi və dramatik mənzərələrindən biridir. Sadəcə bu rəqəmə baxın, 600 min. Təsəvvür edirsiniz, bircə kürü tökmə mövsümündə orta ölçülü bir sivriburun kefal tək başına 450 minlə 600 min arası kürü verə bilir. Has kefalda isə bu rəqəm milyonlara çatır. İyun-iyul ayları gələndə, suyun temperaturu belə 25-29 dərəcə olanda, dəniz dibi elə bil ki, nəhəng bir həyat fabrikinə çevrilir. Bu inanılmaz məhsuldarlıq əslində onların niyə hər cür təhlükəyə rəğmən hələ də həyatda olduqlarının, necə ayaqda qaldıqlarının ən bariz sübutudur. Amma burada bir amma var. Kəmiyyət həmişə güc demək deyil. Baxın, kürüdən yenicə çıxmış bir kefal sürfəsinin ölçüsü nə qədərdir?
cəmi 1,7 mm. Bəli, milyonlarla yumurtanın içindən çıxan bu mikroskopik, tamamilə müdafiəsiz, həssas canlılar avqust və sentyabr aylarında qidalanıb böyümək üçün sürü halında daya sahillərə doğru uzun bir miqrasiya başlayırlar. O nəhəng milyonlarla yumurta rəqəmi ilə bu kiçicik 1,7 mm-lik kövrək başlanğıc arasındakı təzad, bax bu, təbiətin qurub yaratdığı ən unikal balanslardan biridir. 5-ci və son hissə Xəzər dənizi macərası və gələcək. Bilirsinizmi, tarixə biraz nəzər salsaq, bu balıqların əslində Xəzərin yerli sakinləri olmadığını görərik. Bəli, onlar 1930-cu illərdə Sovet alimlərinin bir təcrübəsi kimi Qara dənizdən Xəzərə gətiriliblər. Və Xəzərin zəngin şəraiti kefalların o qədər xoşuna gəlib ki, qısa müddətdə sayları partlayış edib. Artıq 1937-ci ildən sənaye səviyyəsində ovlanmağa başlanıblar. Lakin təəssüf ki, bu uğur hekayəsi çox çəkmir. 1990-cı illərə gəldikdə suyun çirklənməsi və sənaye təsirləri üzündən sayları kəskin şəkildə azalmağa başlayıb. Bu, bizim təbiətə müdaxiləmizin eyni anda həm necə uğurlu, həm də necə dağıdıcı ola biləcəyinin çox canlı bir sübutudur. Bugün isə reallıq tamamilə başqadır. Hazırda kefal Xəzər dənizinin ən qiymətli balıqlarından biridir. Xüsusilə də cənubda, məsələn İranda sənaye ovu illik 2,4 mindən 5,1 min tona qədər çatır. Yəni iqtisadi cəhətdən çox böyük əhəmiyyətə malikdirlər. Amma digər tərəfdən xüsusi ov alətlərinin olmaması, dənizin günbəgün çirklənməsi və Xəzərin su səviyyəsindəki tərəddüdlər onların qışlama və qidalanma zonalarını böyük təhlükə altında qoyur. Hazırda kefal iqtisadi baxımdan nə qədər vacibdirsə, ekoloji baxımdan bir o qədər də müdafiəsizdir. Və nəhayət sonda sizi bu önəmli sualla baş-başa buraxmaq istəyirəm. Qlobal miqyasda hər cür su mühitinə uyğunlaşan, təzyiq altında milyonlarla kürü verən və ekosistemin o böyük enerji yükünü daşıyan bu möhtəşəm dözümlü canlı görəsən insan fəaliyyətinin yaratdığı bu sürətli dəyişikliklərə tab gətirə biləcəkmi? Kefal bizə bioloji dözümlülüyün zirvəsini göstərir, amma onların gələcək nəsillərə gəlib çatması artıq bilavasitə bizim atacağımız qoruma addımlarından asılıdır. İzlədiyiniz üçün çox sağ olun. Düşünürəm ki, növbəti dəfə dənizdə bir kefal görəndə ona sadəcə yeyiləcək sıradan bir balıq kimi yox, təbiətin əsl mühəndisi kimi baxacaqsınız. Təbiətə hörmət, gələcəyə zəmanət.